Yaxın zamanda Türkiyədə İstanbulun meri Əkrəm İmamoğlu'nun həbsindən sonra etirazlar başlayıb. İnsanlar, xüsusilə gənclər Türkiyədə Erdoğan hakimiyyətinə qarşı etiraz aksiyalarına çıxıb. Bəs görəsən Azərbaycan əhalisi son proseslər haqqında nə düşünür? Yaxşılara doğru getmir. Erdoğan yeşdi. Allah onu yetirib bütün müsəlman dünyasını onu qoruyub saxlamaq lazımdır. Türkiyə Cümhuriyyəti böyük Atatürk'ün miras qoyduğu bir dövlətdir. Əminik ki, bugünkü Türkiyədə illər boyu, 10 illər boyu tarixi sınaqlardan çıxdığı kimi bugünkü hadisələrdən də alnı açıq çıxacaq. Tayyip Erdoğan'ı çox sevirəm bu arada. Şəxsən olaraq sevirəm insan olaraq. Hər şeydə eləyir. Mən inanamıram da insanlar ki, yəni vətəndaşlarını ki, niyə elə eləyirlər, qəbul edə bilmirəm. Xalq ən son sözünü deyəcək. Türkiyə üçün Rəcəb Tayyip Erdoğan qalsa yaxşıdır. Mən elə düşünürəm, öz fikrimdir. Mən daha çox AK Partinin Rəcəb Tayyip Erdoğan siyasətini daha çox bəyənirəm. Yəqin ki, Türkiyədə demokratik bir ölkədir, böyük bir dövlətdir, 85 milyona yaxın əhalisi var. Yəqin ki, ədalətli qərar olar. Ola bilər, indi gənclər biraz gəncdirlər, öz hisslərinə qapanırlar. Amma ədalət indi öz sözünü deyəcək. Əgər təbii ki, əgər heç bir günahı yoxdursa, haqsız tutulubsa, ədalət öz sözünü deyəcək və azadlığa çıxacaq inşallah. İmamoğlu nədir? O da deyəsən Trabzonda doğulub, futbolçu olub. İndi gəlib yəqin şəhərin meri olub. Ancaq mənə belə gəlir ki, onun necə deyirlər, hələ iç yüzü açılmıyor. Qırağda nə baş verdiyindən xəbərim çox da yoxdur. Təbii ki, qardaş ölkədir, amma öz dərdimiz hələ ki özümüzə yetir. Biz həmişə Sayın Erdoğan'ı dəstəkləyirik. O bizim babamızdır. Biz həmişə onun layıq və onun yanında olacağıq. Biz Əkrəm İmamoğlu'nu tanımırıq, tanımaq da istəmirik.